Hörmətli izləyicilər, hər birinizi salamlayırıq və İsmayıllı rayonunda fəaliyyət göstərən gözəl bir ərazidə yerləşən Qurbanəfəndi Ailəvi İstirahət Mərkəzi hər bir qonağı, hər bir yolu düşən bu istiqamətdə istirahət etmək istəyən ailəni qonaq dəvət edir. Bu ərazi İsmayıllı rayonunun Qurbanəfəndi kəndində yerləşir. Üstün cəhətləri ondan ibarətdir ki, burada yalnız ailə istirahət edə bilir. Yəni burada kotejlər var və sair gecələmək lazım olanda yalnız ailə üzvləri, yəni şəxsiyyət vəsiqəsi tələb olunur və ailə istirahət etmək üçün nəzərdə tutulan bu restoran yeni fəaliyyətə başlayıb. Geniş çeşiddə deməli yeməklər verilir burada. Qiymətlər uyğun vəziyyətdədir. Yəni hər kəsin ürəyincə olacaq bir qiymət var. Çox ləziz yeməklər hazırlayan aşpazlar fəaliyyət göstərir burada və biz hələ ki bu restoranın, istirahət mərkəzinin ərazisini sizin diqqətinizə çatdırırıq. Uşaqların əylənməsi üçün burada yelləncəklər və sair lazımi avadanlıqlar var. Gecələmək üçün kotejlər var burada. Bir neçə kotej var. Yəni bir neçə ailə burada istirahət edib gecələyə bilər. Ərazi təxminən 1 hektara yaxın çəmənlikdən ibarətdir. Bütün ətraf meşəlik, yaşıllıqlardan ibarətdir. Təmiz suyu və işıqlandırma sistemi də öz qaydasında. İstirahət mərkəzində Qurbanəfəndi kəndində yaşayan sakinlər fəaliyyət göstərir və bu restoranın burada, bu istirahət mərkəzinin işə salınması yalnız Respublikamızın ayrı-ayrı bölgələrindən İsmayıllı rayonuna, İsmayıllı bölgəsinə gələn qonaqlara əsasən ailəvi istirahət etmək istəyənlər üçün nəzərdə tutulub. Burada belə deyək ki, çox geniş səpkidə səs-küylü içki məclisləri də düzənlənmir, buna icazə verilmir. Restoran rəhbərliyi tərəfindən sakit bir güşə kimi fəaliyyətinə daha çox üstünlük verilir. Yəni istirahət etmək istəyən ailəvi şəxslərə heç bir problem yaradılmaması, onların rahatlığı birinci şərtdir bu istirahət mərkəzində və bu doğrudan da Respublikamızda nadir rast gəlinən bir ideyadır və alqışlanası bir ideyadır. Kabablar burada kilo kababı verilir, müxtəlif assortilər var və bir sözlə Azərbaycan mətbəğinin ən ləziz yeməkləri burada sizlərə təqdim olunacaq. Buyurub istirahət etmək istəyənlər, yolu bu tərəfə düşənlər burula bilərlər. Bu restoranda ailəvi şəkildə istirahət edə bilərlər. Yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sizin də əgər belə istirahət mərkəzləriniz varsa, kanalımız vasitəsilə reklam edə bilərsiniz. Hər birinizə xoş istirahətlər arzulayırıq, xoş təəssüratlarla ayrılacağınıza inanırıq. Sağ olun, sağlıqla qalın.